Bəli, xəbər verdiyimiz kimi noyabrın 4-dən 7-sinə qədər Azərbaycan Respublikası Media Agentliyi və Özbəkistanın Müvafiq Media Qurumu ilə müştərək olaraq Azərbaycan-Özbəkistan mediasının yol xəritəsi əsasında Azərbaycanlı jurnalistlər üçün media tur təşkil olunub. Bundan əvvəl Özbəkistanlı həmkarlarımız, qardaşlarımız Azərbaycana gəlmişdi. Bugün isə biz Özbəkistandayıq və Xivə bölgəsinin turizm potensialı, iqtisadi imkanlarını öyrənirik və işıqlandırırıq. Və hazırda biz Ulu Hallı, yəni böyük qala mənasını ifadə edən bir kompleksdəyik. Bura Türkmənistanla müəyyən qədər sərhəd ərazidir və çox unikal bir tarixi məkandır. Və kompleksin rəhbəri Dövlətnəzər Rəcəbov hazırda bizimlə həmsöhbət olacaq. Dövlətnəzər müəllim, xoş gördük. Esselamu Aleyküm, hoş geldiniz. Xoş gördük Ulu Havli'de. Özbekistan'ın Türkmen mahallesinde Azerbaycan dostlarımızı hoş gördük, hoş geldiniz. Dövlətnəzər müəllim, bu ərazinin tarixiliyi haqqında istərdik sizdən məlumat öyrənək. Çünki Türkmənistana yaxındır. Burada Türkmən ailələri yaşayır. Dedilər 5000 ailə yaşayır və maraqlıdır ki, bax bu yerin unikal tarixi kökləri hardan başlayır? Yəni qısa da olsa istərdik məlumat verəsiniz tamaşaçılarımıza. Bizim sevimli Özbekistanımızda, güneşli Özbekistanımızda 136'dan artık millet ve ilatlar yaşıyor. Şolardan birisi Türkmenler. Türkmenler hem şurada 370 yıl oldu, yaşap geliyor. 370 yıl. 370 yıl oldu. Aha. Buna sebep Özbek halkının tolerantlısını, bağrı gengliğinin nişanası deyip biliyez. Şol bir hemme güneşe intiliyer, suva intiliyer. Ni de su bosa şöyle varmalı, ni de güneş bosa şöyle varmalı. Aha. Ni de güler yüz bosa. Güler yüz. Aha. Güler yüz bosa. Mihmandarçılık bosa şöyle varmalı. Aha. Demek bizim ata-enelerimiz hem güneş taptı, hem güler yüz taptı, hem su taptı. Burada. Burada. Aha. Şuna 370 yıl oldu. 370 yıl. Hava. Bir üzüm meyzini 40'a bölüp yiyen Özbek bizge yer verdi, mekan verdi, zaman verdi, devran verdi. Bir üzümü bölüp, yani 40'a bölüp. 40'a bölüp. Balaca bir üzümü. Bölüp yegen. Çok maraqlı bir yanaşma yeni gelmiş tamaşaçılar. Bəli, aha, devam edin. Hava. Şunun için biz öğren şahat. Indi şu Ulu Hövlimize gelsek. Bəli. Ulu Hövlimize gelsek şu Xiva etrafında. Aha. Şundan ulu galab olmaganı üçün. Bəli. Şunu Ulu Hövle deyip nam koydu, ad koydu şuna. O 111 metre, 71 metre. Aha. 111 metre, 71 metre. Şu galanı görün, bu laydan olan gala. Bir de dostluk var, mehir var, hormat var. Şunun için hem şu 300 yıl durdu şu. 300 yıl. 300, şu Avrupa'dan gelen, başka yerden gelenler şuna işanmaya. Şu durmaya, glinabı durmaya dedi. Bu aşağı 1 metreden ziyad, yukarısı 60 santimetre. Şöyle 1 metre 60 santimetre yukarıda. Aha. Şöyle çıksa yıkılmaya da bu. Bir adam şöyle çıkıyor şunun. Aha. Şunun için Xudağa şükür. Ne de dostluk bolsa, gayret bolsa, cipslik bolsa, ağzıbirçilik bolsa şu gala yıkılmaz. Gala hiç vaxt yıkılmaz. Yıkılmaz. Bəli. Şunu bize gayta diklep veren Şöket Miramanoviç Mirziyayev bizim en çıraylı, en cüretli, en mert milletlerini sevedigen, şunu yaxşı göredigen prezidentimiz var. Bəli. Şunun için şöyle 8 yıl ozal. 8 ildir bura. 8 yıl ozal. Ozal, aha. Şu Türkmenistan'ın prezidenti Gurbanqulu Məlikuliyeviç bilen şöyle geldi. 8 yıldan evvel bura geldiler. Geldi Bəli, şöyle. bəli. Şəkillər də var yeri gelmişken. 2018'de. 18'də. 18. yılda. Aha. Şur yine abad oldu. Abad oldu. Şur yine abad oldu. Qaran şöyle gelen mimarlar mənə Türkmençe kalar etmene. Mənə kızlarımızın giyimleri, gecekleri durmu? Şu romaları durmu? Şu gilemleri durmu? Mənə yiğitlerimizinki durmu şu? Şu zatları saklap, şu natural. Hamısını saxlamışsınız bunları. Ama ile qaran. Təbiidirlər də yəni. Təbii iş, təbii. Qol işler. Mənə şunda, bunun özü təbiət bu. Təbiətdən. Nədir bu? Mənə bu hem bu qamış deyil. Qamışdan eləmişsiniz. Hava, bu xorcun. Xurcundur Hava, bu. xorcun. Xurcundur. Hava, xorcun. Yəni mədəniyyətlərimiz eynidir əslində. Her yaşayan şunu, kim urfunu, adetini, kim destirhanını, kim giyim gecegini, kim dilini yok etse o millet yogalar. Bəli. Şunun için biz şuna hareket ettik. Nemede? Birinci Yaradan Allah canının sayesinde, Allah'ın sayesinde, bəli. Şu Özbeklerin mertliği için, prezidentimizin bizge boğan mehri için,
bizə bərib durğan sərpayi üçün biz öyrən şad. Siz şöyle bir zat var görün də. Şöyle bir zat var görün. Nədir bu? Özbekistan Respublikası prezidenti. Aha. Görün şu anda. İsa çək zəhmət olmasa. Aha. Onun təbrik məktubudur. Təbrik məktubu mənə Öz 25-ci imzası il mi? 25-ci Şövkət Miramonoviç mi? Şu Özbekistan Respublikasının prezidenti. Özbekistan Sizə göndərib bunu. Şunu gönderip dur. Şunda birden gidip bolamı. Şunda prezidenti söylemeyin boladı mı? Şurada işlemeyin boladı mı? Gecemi gündüz edip işleyecek. İşləyəcək. Bu sizə yəni bir motivasiya verir ki, işləyəsiniz. Ölmeyiz, yaşan. Şunun Tamam. için bu Özbeklere dengeleyen halk yok, millet yok. Bu bizde yine bizi güçlü kuvvetli ededi. Aha. Mən sizə Dövlət Nəzər müəllim bir sual da verəcəm. Bax, buranın unikal deyirlər ki, çoxlu xarici qonaqlar gəlir. Hay Müxtəlif xuduşu, ölkələrdən. xuduşu. Turizm imkanları baxımından nə deyə bilərsiniz? Yəni ki, mən sözün düzü bura gəldim və bir çox şeyləri özüm üçün kəşf etdim. Yəni həm tarixlik var, Tamam. həm də insan tarixlə elə bil ki, o Yaşa, qədim yaşa, məişətlə yaşa, yaşa. təmasdadır. Yaşa, Həm də ki, burada bir turizm imkanları var. Yaşa. İstəyərdik bax tamaşaçılarımıza bir məlumat verəsiniz ki, burada hansı Yaşa, imkanlar yaşa, var? yaşa. Bir de birinci babalarının 300 yıllık hidi var. 300 illik bir Nəfəsi var. Nəfəsi var 300 illik. Kadırı var, kımmatı var. Şolara bize mümkünçilik veren prezidentimiz var. Bəli. Özbek halkı var. Şunun için şu zatları saklap oturuyoruz. Şu gilemleri saklap oturuyoruz. Şoları döşep oturuyoruz. Şu Hamısı qalıbdır, bəli. Ava, şu destekhanı açıp oturuyoruz. Qaran, Hı hı. şu urfada hemmesi babam ne edip babam. Mağaran etnik Türkmen deydi bunu. Etnik. Etnik Türkmen. O kadimgi Türkmen diyeni. Etnik diyen. Şu kadimgi Türkmen'de gereken neyme olsa şurada saklandı. Yəni qədim dövrdən nə qalsa burada saxlanıb. Saklandı hemmesi. Var. Hamısı. Hamısı Allah- yəni bunların o dövrdən qalmadı. Allah'a şükür. Allah'a Allah'a şükür. şükür. Allah'a şükür. İmkanlar baxımından, turizm imkanları baxımından nə deyə Turizm bilərsiniz? imkanları mənə özünüz şuna kızıqıp dursunuz. Mənə gördünüz ya, kitabımızı gördünüz ya, yazıp dur. Hamımız yazırıq, bəli. Həmməsi. Şöyle gelen Amerika mı, Avropa mı, Asya mı, Japonya mı, Kitay mı, Orus mu? Hemmesi töyleme, rahmet deyip dur. Kime? Birinci prezidentimize, ikinci şunu saklayıp oturan, şu urf adetleri saklayıp oturan bizim şuradaki Türkmen, bizim yiğitlerimize, camamıza. Camamıza. Şunun için biz öğren şad, sizi geleningizden hem şad olduk. Yine şu biz oynayımız, şu bizim bakımızda, bize şu hemme yerlerinizde şuları tergip edip, gösterip Azerbaycanlı dostlarımız, ağaylarımızdan gelip şu bizden hemme zatlarımızdan bəhrəmənd olmalı. Bax, Azərbaycanlı qardaşlarınıza nə deyə bilərsiniz? Azerbaycanlı kardeşlerimize biz İlham Əliyevi biz cüdə yaxşı görəmiz. Biz onun atasına cüdə yaxşı görəmiz. Aha. Qeydar Əliyevi. Biz Azerbaycanda, mən özüm Bakıda köp boldum. Çox olmusunuz. Çok boldum, çok boldum. Şunun için onlara bir adam gerçeklikli, bir mehnət sever, acayip, bizlere karaganda neftini köp kazıp aladığan, denizi var memleket, bay memleket. Onların hemmesine ben dıyışlık dileyem. Ömürleri uzak olsun. Ömürləri uzun olsun. Özbek Türkmen dostluğu ebedi olsun. Yine millettarçılığımı aydamanda yakında Azerbaycan, Türkmen, Özbek prezidentleri uçuraşıp Türkmenistan'da bizge parom yollarını açtı. Bəli, bəli. Deniz yolunu açtı. Şunun için ben Azerbaycan halkına İlham Əliyev ve Tanrı halkasına aydaman, kulluk aydaman. Təşəkkür edirik. Çox sağ olun. Teşekkür Dövlət ediyoruz. Nəzər bəy. Çok Minnətdarıq. sağ olunlar, çok sağ olunlar. Hoş geldiniz. Minnətdarıq. Hoş Bəli. geldin. Mən hazırda Ulluxovlu, yəni Böyük Qala kompleksinin, tarixi kompleksinin rəhbəri Dövlət Nəzər Rəcəbovla söhbətləşdik və bizim isə media turumuz, Özbəkistan üzrə media turumuz davam edir. Bizdən hələlik bu qədər.